Çağatay Bağırov topu itirdi mərkəzdə. Kamalın zinah ötürməsi. Mirbeyləqan komandası hücumunun qarşısını alır Aksu müdafiəçiləri. İndi isə Metin topu ələ keçirmək istəyirdi, olmadı. Kücdən zərbə. Kücdən zərbəni Aksu City komandasının 11 nömrəli futbolçu xəta yerinə yetirdi. Gökhan Kartal'a oturma. Gökhan'ın ortaya doğru oturması qapçı yerindədir. Metin ötürməsi. Gökhan topu özündə saxlayır. Burada. Burada yoxdur. Bu nədir o? Dalaşmağı yox. Qəşəng ötürmə Talib Babayev. Mərkəzə doğru ötürməsi. Müdafiəçilər topu uzaqlaşdırmağa çalışır. Offside olma ihtimali var idi. Elnur topu götürmədi. Mərkəzə doğru ötürmə. Qapçı ilə təqələ vur artıq. Penaltı. Arxada vurdu. Çəkmişəm. Topun arxasında Gökhan Kartal. 11 metrlik cərimə zərbəsini Gökhan yerinə yetirəcək. Hakim fitini verdi. Gökhan topa zərbə. Gökhan qaydan top. Penaltını qaçırdı Gökhan. Olmaz belə. Qəşəng Talib Babayev öz cinahı ilə hücuma keçir. Mərkəzdə Elnur'a doğru. Vur Elnur. Vur artıq. Vur Elnur. Vur da bunu da. Hay Allah, vur da bunu da. Vur da bunu. Mərkəzə doğru ötürməsi. Talib Babayev topu ələ keçirməyə çalışdı, bəli. Gökhan. Qəşəng. Gəl. Qoyma. Ha kaptan, hala. Səndə. Vurdun. Gol! Elnur! Qəşəng. Əziz yoldaşlar, xoş gördük sizi bir daha. Beyləqan şəhər stadionundan, Olimpik İdman kompleksindən sizləri salamlayıram. Birinci hissə artıq bitdi. Aksu City'nin 2-0 üstünlüğü ilə qeyd edim ki, oyunda maraqlı epizodlar, maraqlı anlar baş verdi. Hər iki komandanın heyətində bir qırmızı vərəqə və penaltını yerinə yetirməmək, bir dənə də üst dirəkdən dönən top var idi. Aksu City komandasının böyük üstünlüğü ilə keçən birinci hissə artıq başa çatdı. Qeyd edim ki, Beyləqan komandası da səylə nəsə oynamağa çalışırdı, amma futbol adına bir şey görmədim həqiqi mənasında. Topa ayağa zərbələr, sərt oyuna çalışmalar idi. İnanıram ki, ikinci hissədə bu tip oyunların qarşısı alınır və yoldaşlıq, qardaşlıq mənasında bir oyun keçər. Qeyd edim ki, bir Beyləqan komandası 4-0 qələbə qazanacaq deyənlərə bu video gəlsin. Seçim, buyurun. İndi isə Aksu City komandası Elnur'la hücuma çıxır. Elnur topu meydanda saxlamağı başarır. Mətinə doğru ötürmə. Mətin çevrilə biləcək mi? Çevrildi, bəli. Talib Babayev topu ələ keçirdi. Qapıya doğru zərbə. Kücdən zərbəni Gökhan yerinə getirir. Gol vurdu. Qəşəng ötürmə idi. Mərkəzə doğru. Elnur vur. Vur. Qaydan top Mətin vur. Vur. Bu da Allah'ın olsun derdi ya. Allah'ın olsun atarım bana. Vallahi ayağımdan değdin ona. Sakınmadım değdi. Oyundu. At Sarı. Qəşəng. Çevir. Ay. Mərkəzdən, müdafiədən hücumu qurmağa çalışır Aksu City. İndi isə cinah dəyişir. Sol cinahdan Zahid topu
Ələ keçirdi. Gökhan ötürməsi. Gökhan Kartal var, gəl edir. Gökhan mərkəzdən qəşəng ötürmə. Çevir vur. Və gol! Gol! Bu idi gol! Hesab 1-3 Aksu City'nin xeyrinədir. İkinci hissənin demək olar ki, sonlarına yaxınlaşırıq. Aksu City komandası. Bırak. Elnur vur. Qəşəng! Elnur! Kameriya! Elnur! Özündə topu saxlamağı bacaran futbolçudur Gökhan. Bəli. Ayala Elnur. Atmalısan Gökhan'a. Mərkəzə atılmalıdır Gökhan. İndi isə cinahın dəyişib. Sol cinahda. Üzr istəyirəm. Sağ cinahda Gökhan. Topu. Ayala Gökhan! Ötürməsi. Qapıya doğru zərbə. Bir daha. Təkrarən eləyin uşaqlar bunu. Bir daha elə Gökhan. Ronaldinho'dur Gökhan. Elnur. Qapıya doğru zərbə. Gol olmadı. Elnur. Qapıya doğru zərbə. Elnur. Gökhan. Vur artıq. Gökhan. Təkrar zərbə Metin. Metin vur. El. Vur da Metin vur. 5 yıldız elə Metin. Metin topu Tale'ye ötürdü. Mərkəzdə Aksu City komandası ikinci hissədə dediyim kimi Mil Beyləqan komandasını topsuz qoymağa çalışır və demək olar ki, topa sahib olma fərqi 60%-dan daha çoxdur. 70'ə yaxındır, bəli. Statistikaya nəzər salsaq. İndi isə müdafiədə topu özündə gözəl saxlayır. Mərkəzdə dəqiq ötürmə deyəcəkdim. Talih Babayev və Gökhan bir-birini anlamadı nədənsə. İndi isə Mil Beyləqan komandasının bəlkə də qapıya doğru nadir zərbələrindən biri ola bilərdi. Hücumun sağından Mil Beyləqan komandası mərkəzə doğru ötürmə. Kamal'ın akrobatik zərbəsi tutarlı olmadı. Elnur. Talih açılıb. Ötürə bilərsə Talih. Talih gedir. Talih özün. Elnur. Müdafiəçilər öz yerlərini tutmağa çalışdılar və başardılar bunu da. İndi isə Gökhan. Gökhan öz cinahında, solunda. Afsay. Aksu komandanın heyətində 3 dəyişiklik birdən olur. Elnur. Sonra kim çıxdı? Talih Babayev və Mətin. Meydançanı tərk edirlər. Yerinə isə gənc futbolçular, yenidən gənc futbolçular. Aksu City komandasının 19 yaşlı futbolçuları meydana daxil olur. Bəli. Əla. Uşaqlar əla. Ötürməsi. Gənclər artıq meydan oxumağa başlayırlar. Ged özü. Əla. Eyb yox. Və hakim fitili çaldı. Aksu City komandası 1-4 hesab ilə qələbə qazandı. Mil Beyləqan, çətin Mil Beyləqan səfərindən 3 xalla geri dönürük. Uğurlar Aksu, uğurlar Mil Beyləqan komandası. Aksu!